Qərb bölgəsinin taxılçılıq rayonlarından biri olan aqrar sektorun geniş inkişaf etdiyi Ağstafadayıq. Və bizim bugün burada, bu rayon ərazisində olmamızın əsas səbəbi rayonda təsərrüfatlarda həyata keçirilən əkinçiliklə, taxıl səpini ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, taxılçılığın intensiv şəkildə inkişaf etdirildiyi Ağstafada bu ilki taxıl səpinlərində əsasən yüksək reproduksiyalı toxumlardan istifadə olunur və bizim elə hazırda olduğumuz ərazi də rayonun ən ucqar kəndlərindən biridir. Ermənistanla sərhəddə yerləşən, dağlar boynunda yerləşən Tatlı kəndinin ərazisidir. Operatorumuz Elmar Qasımovdan xahiş edirəm, görüntüləri sizə və tamaşaçılarımıza təqdim eləsin. Bəli, görüntülərdə də gördüyünüz kimi dağlar boynunda yerləşən Tatlı kəndinin dəmiyə şəraitində hazırda taxıl səpini işləri həyata keçirilir. Qeyd etmək istəyirəm ki, taxıl səpini yüksək reproduksiyalı toxumlar vasitəsilə həyata keçirilir və eyni zamanda müasir texnologiyaya malik olan taxıl səpən aqreqatlarından istifadə edilir. Taxıl səpini vaxtında gördüyünüz kimi görüntülərdə məlumdur ki, həm müasir texnika, həm də müasir taxıl səpənlər vasitəsilə səpin işləri həyata keçirilir. Bu ilki 2025-ci il təsərrüfat ilində Ağstafalı fermerlər hər hektardan 35-36 sentner məhsul götürmüşlər. Qarşıdan gələn isə fermerlər 2026-cı ildə bu məhsulun daha çox olacağını gözləyirlər. Çünki qeyd etdiyim kimi aqrotexniki qulluqlara vaxtında əməl edirlər, gübrələrdən vaxtında istifadə edirlər və bunun nəticəsində də yüksək məhsul əldə edə bilirlər.